İranın bölünməsi indiki anda mənim fikrimcə dostumuz, müttəfiqimiz, qardaşımız Türkiyə də sərf eləmir. Arzu olunmayan dövlətlər meydana çıxır. Bəli, o eyni zamanda da Azərbaycanın dövlət olaraq yaxınlaşımından belə başa düşdüm ki, Azərbaycan dövləti də indiki anda İranın bölünməsi ilə bağlı heç bir xüsusi nə arzu, nə istək, nə bəyanat, nə fəaliyyət göstərmədi. Yəni bizim yeganə çətinliyimiz o ola bilər ki, İranda vətəndaş müharibəsi olar ya da böyük bir qırğınlar olar, əhali kütləvi olaraq yer dəyişmə hərəkəti həyata keçirənlər. Əfqanistana doğru, Türkiyə doğru, Türkmenistana doğru, Pakistana doğru, Azərbaycana doğru və s. Bu zamanda hədəf kütləsi olaraq Azərbaycan daha çox təhdid altında. Bu baxımdan ki, soydaşlarımız orada çoxdur və biz onların qarşısında almarıq. Yəni, bizim qardaşlarımızdır, dostlarımız, qanımızdan, canımızdandır. Bu da həm onlara problem yarada bilər, həm bizə. Bu baxımdan da istəmirik. Amma nəyi istəmirik deyim sizə, yəni İranda bu dəqiqə müharibə senaryosu ilə, qıraqdan müdaxilələrlə, bombardımanla İranda nəyinsə dəyişməsini istəmirik. Xalq özü qərar verəcək. Amma bütün bunların fonunda mən mütləq bir məsələni deməliyim. Bir daha deməliyim. Bəzi demagoglar hələ də deyirlər ki, bizim quru sərhədlərimiz niyə bağlı? Doğru. Qardaş, qlobal müharibənin tam içərisindəyik. Bu dəfə də indi İran rejimi xalqı qırdı. 540 nəfər ölü sayı var. Bəzi rəqəmlərə görə daha çoxdur. Bu dəfə də sən gedə bilər. 22-ci ildə necə sən getdi? İndi gördünüz daha aqressiv oldu. Daha çox itki oldu. Amma bunun geri dönüşü yoxdur ki. İranın bu yönətimi, bu geri zəkalı yönetim İranı xilas edə bilməz. Amerikanın ayağının altında peyandaz olsa da mümkün deyil. Bularlıq deyil. Dövlət idarə etmək, qaldırmaq, bularlıq. Nə qədər ki, İran ideoloji dövlət. Dünyaya bir ideologiyanın çərçivəsində bax. Azərbaycana baxışı bilirsiniz onların nədir? Bayrağı yığışdırın, bizim bayrağı qaldırın, İrana birləşin. Bütün dünyaya münasibət belə. Orta Asiya münasibət belə. İslam ekspansiyası bunların konstitusiyasında var. İslam inqilabları. Necə Sovetlər Birliyində proletariat inqilabı var idi. Burada da o cür. Bu baxımdan yəni bunların gələcəyi yoxdur. Dini idarə etmənin gələcəyi yoxdur. O zaman indi olmasa da yaxın gələcəkdə mütləq dini rejim devriləcək. Mütləq və mütləq bu rejimin gələcəyi yoxdur, sonu yoxdur, bu devriləcək.